Yeni vlogumdan hər birinizi salamlayıram. Bugün rayona gedirik və səhər tezdən oyanmışam. Alina da gördüyünüz kimi yatıb. Mən də çalışıram ki, tez bazar bir səhər yeməyi hazırlayım və paltarlarımızı yığaq. Qızlar, deməli hazırlığımız bu formada davam edir. Bura Alinanın paltarlarını və üstdəki də mənim paltarlarımdır yoldaşımla bərabər. Yoldaşımın paltarlarının bir hissəsi qalıb. Bunları da yerləşdirirəm. Ayrı-ayrı paketlərə qoydum bu formada. İçinə qoydum ki, belə çıxardığım zaman da rahat olsun. Alina da şkaf açmağa çalışır. Bu paltarları geyinəcəm. Ona görə kənarda qoymuşam. Bunları isə yoldaşım üçün yığıram. Bu çantanın isə bunu maşında yanımızda saxlayacağım. Buna görə də Alinaya maşında lazım ola biləcək hər şeyi qoyuram. Birdən tərləsə bunlardan istifadə edərik. Birdən pəncərə filan açılanda jaket, hər şeyi fikirləşməyə çalışıram. Ayaqqabısını çıxarsaq, çorab, papaq yenə. Belə üstünü də birdən yatsa örtmək üçün belə bir nazik bir adyalda götürmüşəm. Belə yenə də papaq var. Biz bu arada Qubaya gedirik və bununla bağlı sizə ətraflı məlumat da verəcəm. Dərmanlarını da bu formada burada qoymuşam. Bunu çıxarkən götürəcəyik. D vitaminidir, nurafendir, şamdır, hər ehtimal, yəni bunları da götürürəm. İndi isə fikirləşirəm ki, tez bazar bir makyaj edeyim, çünki makyaj məhsullarını da yığmaq lazımdır. Məndə hər şeydən bir dənə olduğuna görə burada istifadə edib, sonra da bir çantaya yığıb aparmalıyam. Orada da istifadə etmək üçün. İndi tez bir üzümə bir şeylər çəkim. Kızlar, makyajımı bitirdim. İndi isə başlayıram bunları da yığım. Günəş kremini, yəni həm nəmləndirici olaraq istifadə edirəm onsuz. Duş qoyuram. Bu qaş sabitləyici mənim olmazsa olmazım. Pudramı qoyuram. Sonra qaş tini. Bu rumyana fırçası. Bunu qoyuram. Barmağımın arası, bilmirəm nə olubsa, belə qızarıb. Baxın belə. Ona görə də onun üçün istifadə etmək üçün belə bir şey, bu kremi qoyuram. Dodaq üçün də bunu və bunu götürmək istəyirəm. Ya da elə tək bunu götürüm və bunu götürüm. Liner yadımdan çıxmışdı. Liner falan. Xırda-xırda bu şeyləri götürüm. Belə. Buna da tam yerləşməsə də bu formada oldu. Bunun da rəngini keçən dəfə sizə göstərə bilməmişdim. Alina qucağımdaydı. İndi göstərim. Çox gözəl rəngi var, baxın. Çox gözəldir. Belə. Başqa da bir şey yoxdur. Onsuz da bunları istifadə edirəm. Gündəlik bunlar atılmalıdır. Bunları atacağım. Bu hissə də qarışıb. İndi buranı da yığışdıracağım. Bunları götürəcəm. Hələ ki Alina su içə bilər. Ona görə saxlamışam. Naşın kimi götürəcəm. Salfetka götürəcəm. Belə başqa da bir şey yoxdur. Qızlar, belə qələmlərimin uclarını düzəltdim bununla. Yəni bunu götürməyə ehtiyac yoxdur. Təxmini bir həftəlik gedirik onsuz. Yəni nə qədər işlədə bilərəm ki. Əslində olan gedən kimi ikisi də qırıldı. Amma yəni minimum əşya götürməyə çalışıram ki, çox paltar çıxdı. Yəni Alinanın paltarları, özümüzün paltarları çox yer tutdu. Ona görə də bəzi belə şeyləri azaltmağa çalışıram. Güya bundan bizə nə olacaq, amma yenə də hər şeydən belə biraz azaldıram ki, az əşya olsun ki, rahat gedib gələ bilək. Sonda isə belə bir nəm salfetlər var. Bunları da götürürəm ki, birdən lazım olar. Əslində bunu bura qoymayım, çünki mən ayırıram ki, bizə maşında nə lazım ola bilər, nə lazım ola bilməz. Pampersi filan, Alinaya lazım ola biləcək salfetka, peçeniya filan, onu öz çantamda saxlayacağım ki, yanımızda olsun. Bunu isə bizə lazım olmayacaq. Artıq çantaları demək olar ki, hər birini yığmışam və bu formada ayırdım. Təzə bir paçka pampers var idi Alina üçün. Onu da götürdüm. Termosa su da götürdüm. Suyu isti götürmədim. Elə Alinanın içdiyi dərəcədən biraz qaynar götürdüm ki, yolda onsuz da soyuyacaq. Bu termoslar çox yaxşıdır. Və çayımı da götürdüm. Gəldim, fikirləşirəm ki, son olaraq hansı hazırlıqlarımız qalır. Və əslində fikirləşdiyimiz vaxtdan da biraz gec çıxırıq. Hətta iftar etdikdən sonra yola çıxırıq. Bu formada yolda çox bir şey çəkə bilmədim. Fikirləşdim ki, sizin üçün sıxıcı olacaq. Şəhərdə çox sıxlıq olduğuna görə biz çatacağımız vaxtdan da gec çatdıq. Şükür ki, sağ-salamat gedib çata bildik. Sizin üçün dediyim kimi çox bir şey çəkmədim. Çəkəcəklərimi rayona saxlamışam ki,
Oradan sizin üçün maraqlı kadrlar çəkim və bu vloqda həm təmizlik var, həm yemək bişirmə var. Yəni nə axtarsanız bu vloqda tapa bilərsiniz. Burada gördüyünüz kimi əvvəlcə çay süfrəmizi düzəltdik və söhbət edərək çaylarımızı içdik. Bundan sonra isə keçirik yemək yeməyə. Burada saat təxmini 11-12 olar. Yəni bu vaxtda yemək yemiş oldu. Stolun üstünü də hamımız birlikdə yığışdırdıq. Bundan sonra isə mən keçirəm artıq biraz təmizlik işlərinə. Sizin üçün bacardığım qədər bu vloqda təmizlik hissələrinə daha çox yer vermişəm. Əslində daha çox istəyərdim, amma təəssüflər olsun ki, ştativim qırıldı. Alina sağ olsun, ştativimi axır ki qırdı və mən son günlərdə demək olar ki, bir çox şeyi çəkə bilmədim. Yəni əslində çəkmişəm, amma təmizlik etdiyim zaman hər zaman ştativi kənardan qoyuram və öz işimi görürəm. Belə mənim üçün də asan olur, həm də daha maraqlı, keyfiyyətli bir görüntü ortaya çıxır. Çox sevmirəm əlimdə telefonu tutaraq nəsə iş görməyi. Çox zaman məcbur olduğum zaman belə edirəm. Bu rayona gəldiyimiz ilk gündür və ilk günlərdə ştativim olduğu üçün çox yaxşı görüntülər çəkə bilmişəm. Burada da gördüyünüz kimi artıq demək olar ki, təmizliyim yekunlaşır. Amma burada telefonumda yer olmadığına görə artıq telefon özü kameranı saxlayır ki, bəsdir, yer boşaltmaq lazımdır telefonda. Buna görə də həmin günü yatmamış telefonumu boşaldıram və artıq növbəti gündür. Səhər tezdən oyandıq. Rayona getdiyimdən bəri hər gün səhər tezdən oyanmışam və dedim əvvəlcə makiyajımı eləyim. Əsas makiyajdır. Başlayıram makiyajımı da etməyə, amma əvvəlcə sizə kombinimi də göstərmək istəyirəm. Çox super formada geyinmişəm. Həyətə düşdüyüm zaman toz olmasın deyə ya da palçıq olar deyə bu formada şalvarı corabımın içinə salmışdım. Təbii ki, sonradan çıxardım, amma fikirləşdim ki, maraqlı bir kadr olar. Elə necə varsa o formada da çəkim. Və burada da artıq makiyajım hazırdır. Mən günə başlamağa hazıram. Gedirəm bundan sonra anama kömək etməyə. O da səhər yeməyi hazırlayırdı. Rayonda olduğum günlərdə ilk 2 gün hər gün səhər tezdən oyandım və bir qayda olaraq makiyajımı etdim ki, o zaman əhvalım da yaxşı olur. Amma sonraki günlərdə çox da makiyaj etmirdim demək olar ki. Və burada da anam artıq səhər yeməyini hazırlayıb, belə yumurta hazırlamışdı kolbasa ilə bərabər. Çox ləzzətli alınmışdı. Ümumiyyətlə rayonda adi pendir belə yesən, qızarmış çörəklə o insana ləzzət eləyir. Ən azından məndə belədir. Burada əslində yoldaşıma da tapşırıram ki, mənim yadımdan çıxsa sən mənim yadıma sal. Rayonda bir neçə gün ərzində nələr yemişəm, hər birini çəkəcəm. İnsanlara da bəlkə bu maraqlı olar. Amma ilk günlərdə burada çəksəm də qısa video halında çəkirdim. Sonradan yadımdan çıxdı. Burada da gördüyünüz kimi belə bir servant deyirik biz buna. Bilmirəm siz tərəflərdə necə deyilir. Üstü gördüyünüz kimi çox toz olmuşdu. Anam hər dəfə gəldiyi zaman buranı yığışdırır, amma dediyim kimi burada təmir olduğu üçün digər otaqda, hamam otağında bu hissələrdə çox toz olmuşdu. Hətta atamın dediyinə görə bura daha da bərbad gündə idi. Elə yığışmış formasıdır, təsəvvür edin. Mən də çox bir şey çəkə bilmədim. Bu formada təmizlədim və tərtəmiz oldu.
Şüşənin üzərini indi görəcəksiniz. Onun üstündə cızıqlar var. Elə bilməyin ki, silməmişəm. Sadəcə sildim, amma o cızıqlara görə tərtəmiz bir görüntü yaranmadı. Və gördüyünüz kimi artıq anama kömək edirəm və göyərtiləri təmizləyirəm. Atam rayonun özünə getmişdi və buradan göyərti filan almışdı. Evə lazımlı bir çox şey almışdı. Biz bu arada Quba rayonunun bir kəndindəyik. Kəndin adını çox demək istəmirəm. Bunu da yəqin ki, başa düşərsiniz. Göyərtilərimi də təmizləyirəm. Alina da gördüyünüz kimi halından məmnundur və o tərəf bu tərəfə gəzir. Artıq göyərtilərim də təmizləndi və başlayıram bir müddət suda saxlayıram ki, tərtəmiz olsunlar. Və mən də keçirəm artıq yoldaşımın aldıqlarını sizə göstərməyə. Yoldaşım da getdi kəndin mağazasından belə alış-veriş etmişdi. Burada olan bəzi şeyləri biz qonaq gedəcəkdik, ona görə almışdı. Bəzilərini isə ev üçün aldı ki, lazımlı şeylərdir. Əsasən də sular ən çox lazım olan şeylərdir. Burada da yoldaşıma sataşıram ki, bu suları mənim üçün almısan üstündəki yazılara görə və burada gülürük. Digər şeylər də demək olar ki, ancaq şirniyyat filan, abur-cubur və bu formada şeylərdir. Bunların bəzilərini yoldaşımın həm dayısı gilə getdiyi, həm də əmisi gilə getmişdik. Ora getdiyimiz zaman apardıq. Bundan sonra isə biraz yorulduq və oturduq çay içməyə. Rayonda olduğum müddətdə o qədər çay içmişəm ki, yəni təsəvvür edə bilməzsiniz. Və yoldaşım və Alina ilə də birlikdə gedirik. Yoldaşımın əvvəlcə dayısı gilə, bundan sonra isə əmisi gilə gedirik. Bu yolda yoldaşımın əmisi gilə gedən yoldur. Dayısı gilə gedərkən xalam oğlu gəldi, bizi maşınla apardı, amma sonradan özümüz getməli olduq və orada da təbii ki, heç nə çəkə bilmədim. Bu isə evə gəldiyimizdən sonra artıq axşam olur və belə bir gözəl mənzərə yaranmışdı. İstədim ki, bunu da sizin üçün çəkim. Burada da Alina üçün mahnı qoymuşdular və Alina da belə bir performans göstərirdi. Axşamı isə bizə papaq atdılar və anam da papaqların içini doldururdu. Fikirləşdim ki, elə bunlarla bərabər pul da qoysaq uşaqlar üçün sevindirici olar. Qonşumuzun uşaqları idi, sonradan papaq aldılar. Pulu gördülər, necə sevindilər. Yəni onları da çəkməyi çox istəyərdim, amma o hissələri çəkmədim. Bundan sonra isə yoldaşımla birlikdə düşdük aşağı və tonqal hazırladıq. İkimiz birlikdə deyinə-deyinə hazırladıq. Yoldaşım çox enli formada qoyurdu. Mən də deyirdim ki, bu formada qoyma və bir-birimizə belə danışa-danışa tonqalımızı da artıq hazırladıq. Uşaq vaxtı mən hər zaman Novruz gəlməmiş, təxmini 1 ay 15 gün qabaqcadan gedirdim bizim həyətdə ağacların altından filan lazım olmayan belə ağacları, taxtaları filan yığırdım. Və hər zaman da üstünə yağış ya da qar yağırdı. Həmin yığdığım tonqal da islanırdı. 15 gün ərzində çalışırdım ki, o qurusun, gözləyirdim ki, quruyacaq filan. Amma hər dəfə də eyni şey olurdu. Və bu dəfə də fikirləşdim ki, yox, tonqalsız olmaz. Bu formada öz əllərimizlə hazırladıq. Nənəsən çəpə basılan çaya. Bu günü bitiririk və keçirik növbəti günə. Növbəti gündə də dünəndən biraz fərqlənsin deyə yumurtanı başqa cür bişirməyə qərarı aldım. Əvvəlcə kalbasaları yağda qızartdım. Bundan sonra isə yanında da yumurta hazırladım. Anam da bizim çox sevdiyimiz quymağı hazırlamışdı. Bundan sonra isə gedirik xalam oğlu, yoldaşım, anam və Alina ilə birlikdə bulaqdan su gətirməyə. Burada da sizin üçün çox gözəl mənzərələr çəkmişəm. Gedirik, çatırıq. Əslində bulaq dediyim, siz fikirləşərsiniz ki, yerdən bulaqdan su götürürük, amma yox, bulaq suyunu krant formasında çəkiblər və orada gətirdiyimiz qabları doldururuq. Daha doğrusu anam və xalam oğlu doldurur və maşına yerləşdirirlər. Mən də bu mənzərəni sizin üçün çəkirəm. Necə gözəl mənzərədir. Sonra Alina belə ördəkləri görür. Alina üçün hər şey, belə ördəklər, qazlar, toyuqlar hər biri qaq-qaqdır. Hamısına qaq-qaq deyir. Burada da gördüyünüz kimi onlara baxır.
Burada gördüyünüz kimi anam və xalam oğlu suları doldururlar. Artıq sularımız da hazırdır. Maşına yerləşdiririk. Xalam oğlu diqqət edir ki, maşın hərəkət etdiyi zaman sular yıxılmasın. Və gəldik artıq evə çatdıq. Anam yarpaq dolması bişirir. Dedim elə mən də kömək edeyim. Onsuz da boşam. Alina da öz-özünə oynayırdı. Sonradan isə gəldi, biraz mızıldandı və qoymadı ki, mən anama sonuna kimi kömək edeyim. Burada da mən yumru bükməyi bilmirəm. Keçən dəfə qaynanam da öyrətməyə çalışdı, amma o qədər də yaxşı alınmadı. Burada da çalışıram. Anama dedim ki, sənin üçün nəsə fərqi varmı? Dedi, yox, necə istəyirsənsə büyük. Dedim, elə yumru bükməyə çalışım və buna da əlim öyrətsin. Çünki bu üsul ən rahat üsuldur digərindən mənə görə. Gülləri gətirdik pəncərədən. Üstlərini biraz yuyaq. 3 dənə güldür. Üstlərini yuyaq, həm də dibləri də sulansın. Güllər də pəncərədə qalıb biraz tozlanmışdı üstləri. İçində anam bir gün qabaqcadan su vermişdi, amma fikirləşdim ki, yarpaqlarını da yusaq yaxşı olar və başladım yarpaqlarını filan, saralmış yarpaqlarını təmizləməyə. Diblərini isə biraz yumşaldıram ki, kökləri yaxşı hava alsın. Yoldaşım da burada mənə kömək eləyir. Burada ştativ vəzifəsini yerinə yetirir. Saralmış yarpaqlarını təmizlədim, diblərini təmizlədim və çox gözəl bir formada oldular. İndi siz də sonda görəcəksiniz. Oldu çiçək mi? Bundan sonra isə artıq keçirəm. Dolmalarımız hazırdır. Burada anam da onları qazana yerləşdirir ki, bişirsin və bir hissəsini isə saxlayırıq. Belə balaca bir qazana yığırıq ki, buzluğa ataq və sonradan lazım olduqca çıxarıb bişirmək rahat olsun. Bu formada mən də dedim, fikirləşdim ki, elə anama kömək edeyim burada. Axşama da bacımgil də Bakıdan gəldilər və onlar üçün də yeni bir tonqal hazırladıq və ağırlığımızı ikinci dəfədə odun üzərinə tökmüş olduq və səhəri gündə yenə də yemək. Rayona gəldiyimizdən bəri yoldaşımın ən çox işlətdiyi cümlə bu oldu ki, yenə yemək yeyirik və həqiqətən də rayonda olduğumuz müddətdə çox yemək yedik və bu hal əslində yaxşıdır həmin anı üçün, amma sonradan əlavə kilolar olaraq bizə geri dönəcək. Bunu da bilirəm və kebablarımız da artıq hazırdır. Atam da kebabları hazır elədi. Uşaqları da görürsünüz, burada oturublar, televizora baxırlar və belə bir təmizlənməli görüntü qaldı. Başlayıram bu hissələri də mən yığışdırmağa.
Əgər vloqum və kanalım sizin xoşunuza gəlirsə, kanalıma da abunə olmağı unutmayın. Bu məni çox sevindirər. İndidən abunə olan hər kəsə təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Özünüzə çox-çox yaxşı baxın.